Uşaqlar baxın da kim var? İndi yenə universitetə gedirəm. Səndən ayrı qalmaq elə biz. İndi isə herkese salam, kanalıma ve videoma hoş gelmişsiniz. Uşaqlar, bugün sizlerle bilmem neçə gün, amma deyirsən 3-4 günlük bir vlog olar. Getdiyim yerlərin, universitet həyatımı sizlərə göstərəcəm. Bu arada mən evladım. İndi isə gedirik universitetə. İlk dəfə uşaqlar, universitetə gecikməm. Bunu bilirsiniz səbəbi nədir? Çünki mən vlog çəkməliydim. İndi mülki müdafiəyə gedirik. Deyəsən artıq alışdım universitetə. Həm də ki, yəni o qədər tətildən sonra tez durmağım belə möcüzə idi. Yəni heç inanmırdım. Nəysə, indi gedirik. 4-cü mərtəbədədir dərsimiz. 4-cü mərtəbəni sevirəm. Çünki 1-ci kursdan ancaq orada olmuşam. İndi oraya gedirəm. Uşaqlar, baxın da kim var? Tərbi kanalım haqqında nə demək istəyirsən? Buyur. Salam dostlar, Evladağın kanalını izləyib, bana dəstək olmağı, videolarına like qoymağı və abunə olmağı unutmayın. Bəli, çox düz vurguladın, yəni. Çox sağ ol, tərbiş. Bu bizim kitabxanamızdır uşaqlar. İmtahan vaxtı biz ancaq burada oluruq da, yəni burada oxuyuruq. Biz universitetdə bu qapıların yeri mən həmişə səsləyirəm və bilmirəm, hara sana tapdım. Bugünkü lookum belə görsənir dostlar. Zımharizdə nəyə almışsın? Zihni və qorxu, təlaş kimi hisslər yaradır qarşı tərəfdə. Deməli, bir günün sonuna gəldik dostlar. 2 fənnim var idi bugün, daha doğrusu 2 dərsim. Yine hiçbir şey əslində planladığıma görə bu gün də yerə getməliydim. Amma heç halım yoxdur. Sabaha bayağı bir dərsim də yoxdur, amma qiymət almalı dərsim var deyə evə getməliyəm bugün. Amma sabah artıq düşünürəm ki, digər işlərimi gedib həlləyərəm ki, o qədər də vacib bir işim deyildi, amma bir görə təxirə saldım. Yine isə gedirəm evə. Deməli dostlar, bu günləri bizim 2 dərsimiz var. Yəni ki, aralıq dərsi boşdur, yəni 2-ci dərsimiz boşdur. Dünən dediyim işim var idi ki, kitabxanaya getməliydim. Daha sonra oradan isə BİSİyə keçməliydim. İndi gedirəm onları həlləyim. Çünki 80 dəqiqə boş oturmaq istəmirəm və yanımda bir dənə Naz var. Salam. Onunla bir yerdə gedirik, işlərimizi həlləyir. Daha sonra isə gələcək ICT dərsi var. Yəni İKT, daha sonra isə 2 işlənmiş 20 dəqiqə speaking dərsimiz başlayır. O da 80 dəqiqədir. Yəni də 3-də falan yəqin ki, dərsdən çıxaram, evə gedərəm. Gedib evdə də midtermlər artıq bildiyiniz üzrə gəlib çıxırlar. Onlara yavaş-yavaş hazırlaşaram yəqin ki. Başqa da heç bir şey. İndi isə gedirik 28-ə, oradan da sahilə, oradan da birbaşa yenidən universitetə. Burada belə Naz. Uşaqlar, indi ICT dərsindəyik. Daha sonra isə 2 işlənmiş 20 dəqiqə bizim speaking dərsimiz olacaq. O qədər. Yəni inşallah ümidvaram ki, yaxşı keçər. İlk dəfədir biz speaking dərsinə girik. Belə işlər. Bu da 2-ci günün outfitim. Biraz da evdən paylaşım edeyim. Burada dərsə hazırlaşıram. Everyday-in dərsidir. Yəni gündəlik danışıq sabahları. Buradan sözlər falan çıxardıram, diyalog falan qurmağa çalışıram. Belə. Daha sonra bizə bunları öyrənirəm təbii ki, phrasal verbləri falan. Herkese salamlar dostlar.
Bugün artıq 3-cü gündür vlogumu çəkirəm və yenə universitetə gedirəm. Və hər səfərində universitetə gedəndə açıram kameramı. Çünki digər zamanda heç vaxtım olmur. Yenə gecikirəm. Yəni əslində 7 dəqiqəm var, amma gecikirəm də yəni. Bugün üzərimdə görürsünüz pisinin formasını geyindim. Bezim artıq eyni geyinməkdən, klassik sport falan. Bugün də biraz değişik olsun dedim. Dostlar, deməli speaking dərsindən çıxırıq. Hər şey çox əlaydı. Bu speaking dərsini bayağı bir sevdim. İndi nə dərsini tutarlar? Sevirik mi o dərsi? İdarə eləyirik sağlar, yəni bacardığımız qədərilə. Bu da bizim qrup. Hamısını bura məşhur eləyəcəm komple. İndi isə Əgeyin ilki müdafiə dərsindəyik. Yenə bu gözəl qızlar yanında Cəscalar ilki müdafiədəyik. Dilber, Uray, Davet, Obama yerleşir. Terbiye kurdu. Nezrin, Tahdiş, Can. Çiçek. İllada. Burada Fidan İsmail'in. Üniversitetin adı... Sən hə, danış. Okay. Burada Fidan deməli Naxçıvandan onun üçün video istəyiblər. Universitetimizlə bağlı. O da burada ona hazırlaşır. Biz də burada çəkəcək indi. Dostlar, indi kanalıma yeni bir dil daxil olacaq. Qulasın. 안녕하세요 여러분. 어떻게 잘 지냈어요? 저는 구독하는 거 잊지 마세요. Yəni Haydi. möhtəşəmdir. 좋네요. Çox əladır. Yəni Koreya dilində danışdı. Eşitdiniz. Bu bilirsiniz nə deməkdir? İndi tərcümə. Salam cemaat. Necəsiz? Kanala abone olmayı unutmayın. Unutmayın. Görürsünüz? Haydi. Deməli dostlar, bunları aldım. Gedirəm indi. Biraz yiyeyim, özümə gəlim. Çünki əslində istəyirəm yağlı bir şey yiyeyim, amma yeməkdə yəni. Amma yeyə bilmirəm hər aylarında. Özü bayırda pişirirəm, ümumiyyətlə market falan olsun, universitetin özü olsun. Yeyə bilmirəm hər aylarında. Ona görə ən çox belə şeylərə üstünlük verirəm. İndi bunları yiyeyim. Daha sonra gedim işimi də alacağım. Ondan sonra da inanırsa sabah çox bir zamanlama, yəni midterm var sabahlar. Təsəvvür edin ki, sabah midterm var. Və hələ gedib bütün gecəni mən ona hazırlaşmalıyam. Neyse, hazırlaşaram da. Hiçbir şey olmaz. Bugün başım çok karışıktı. Hiç ne çəkə bilməmişəm. Çünki midtermdə birinci dərsdə midtermə hazırlaşmışam təzəngdə də və hətta ikinci dərsdə midtermin özünü yazmışam. İndi isə icazə aldım, mənim 5-10 dəqiqə tez çıxım. Qaçıram çünki işlərim var, onları həll etməliyim. Qızım ancaq iş olmalı öyrəncəm. Dostlar, bugünkü outfitimi də göstərim. Bugün nənəs özümü çox bəyəndim. Aldıq günümüzü dostlar. Getdim evə, outfitimi dəyişdim. Daha sonra hiçbir şey gecikirəm orada. Yəni bugün dəhşət gündür, mən çatdıra bilmirəm. Neyse, hiçbir şey olmaz, indi getirəm. Dostlar, uzun və yorğun bir günün ardından sonra nəhayət gəldim dincəlməyə. İlka bura bax kamerası, onun üçün bax. Gəldik bu qızın ad gününü keçirməyə. Heç nə oturmuşuq, yeməklərimizi gözləyirik, sonra tort falan kəsəcək. Bu qədər. Çox dəhşət yorulmuşdum, bu anı iple çəkirdim, yəni belə. Dilarə xanımın doğum günü. Biz ona təbrik edir, ona Allah'tan sizdən ölçən sağlarsın. Bir açalım hoşlarınız olsunlar. Alkışlar. Happy birthday to you. Alkışlar gelir. Aşk gelir. Aşk gelir. Sen boş şeker, sen bolsan, verem bütün dünyamı. Benim yanımda olsan, dayan dinme danışma. Gelip könlün aldım ben, düşünüm arhan. Canım benim. Sen konağı değil, içimde büyük bir hayallar var. Senin bir Dostlar, o qədər gözəl bir gün oldu ki, hələ getmir. Çünki çox maraqlı keçir və getməyi heç istəmirəm. Çox güman ki, videomu burada sonlandıracağım. Amma hələ sonlandırmıram. Çünki muzika olacaq yenə. Yenə əylənəcəm biraz da. Çünki bugün demişdim ki, sonunu gözəl sonlandıracağım. Buna görə hələ ki, burada oturmuşuq. Bugün 18 oldu.
Bəli, artıq böyüdü. Mən Mama YouTube kanalıma salam de. Eşkime inan bana, sözüme inan, sözüme inan bana, sözüme inan, sözümde ne iş var ne de kiran, sözüme inan bana, sözüme inan. Hazırım. Dinlettin bana ve kuşam bir her gemileysen, belki sevgiliysen, söyleyip umralım hiç söyledi bakmadım. Valla baktım yalan söyleyemem, kimseyi tanımadım ben. Seni buna rağmen tutuyordum. Senden ayrı kalmak ne pis ne pislen beter. Biter bu hicran biter, keder gözümden keder. Sana hissim ayrı hisse, bu gönlüm seni ister. Yeter bir bakışım, bir defa baksan. Əslində uşaqlar, mən videomu sonlandırmışdım. Amma bugün ani bir qərarla bayıra çıxdıq və dedim ki, niyə də əlavə eləməyim bunu vloguma. Ona görə bu da vlogun ardı olsun. Bir-iki yeri çəkib sizlə paylaşacağım. Bununla da vlogumu sonlandıracağım. Guys, 2 dənə belə bir şey aldıq buradan. İndi açıb göstərərəm sizə. Baxın belə bir şeylərdir. Bence çok qəşəngdir və çox şirindir. Ne oldu? Deməli dostlar, bu günləri böyle çok qaça-qaçlı bir günüm olacaq və istəmirəm hamısını burada danışım. İstəyirəm ki, görəsiz. Yəni çox heyecanlıyam bu gün üçün, bilmirəm niyə. Yəni ümidvaram ki, hər birini çatdıraram və ən əsası, yəni getdiyim yerə gedib tez çataram indi. Və universitetdə bir işim var, onu da həll edərəm deyə düşünürəm. Bu qədər uşaqlar, hamısı sizə göstərəcəm, amma yaxşı izləyin. Uşaqlar, hal-hazırda universitetə gəldim. İndi buradakı işimi həll edirəm. İnşallah ki, həll olunar. Yəni o qədər böyük bir şey deyil, essay müsabiqəsi. Onun vaxtını istəyirəm dəyişdirim, alındıra bilsəm inşallah. Və belə, buradan da sonra çıxıb gedəcəm BKK, onu da çəkərəm bizim üçün də universitet. Dostlar, universitetdəki işim həll olundu. İndi isə gedirik BKK, oradan sonra sonra keçəcəm. Bunlar da hər birini çəkərəm yəqin ki, yox, mütləq şəkildə çəkəcəm yəni. Bu günümü vloglamalıydım. Guys, burada artıq gəldim, BKK-ın qabağındayım və birazdan inşallah içəri keçəcəm. Dostlar, baxın, outfitimi dəyişdim. İndi BKK-dayım, daha sonra Hilton'a keçəcək. Bu outfitlə davam edirəm hələ ki. İndi isə gedirik Hilton'a, oradan da çəkəcəm sizin. Ay, soğuk. Sen demirdin Tuncay'dı ya. Tuncay'ın layihəsi. Uşaqlar, 5-ci məkan olaraq Afmola gəldik. Burada bir space-dəyiz. Sadəcə təsvir edin. Süni reaksiyalar vermədi, o vlog. Your heart beats round like your life. You into it, such a great thing. I need clothes and it's like that.
Uşaqlar yağış yağır deyə baxın üstünüzü bağlayacaqlar indi. Amma bağlamasınlar, çox qəşəng. İlk dəfə yağışı sevdim. Vallahi. Bu kız beni sever. I'm begging, begging you. Uşaqlar biz konsertdən çıxmışıq, amma bəlkə yağışa düşdük. Heç nə olmaz. Zaten çox əyləndik. Sabi necə oldu? Çox qəşəngdi. Eynən. Yəni indi evə gedirik, heç nə çəkməyəcəm yolda falan. Çünki yorğunam uşaqlar. Bugün baya bir yerlərə getdim. Yetər yəni bu qədər bəsdir. Mən də Deməli uşaqlar, bayırda çox dəhşət pis külək var, həddindən artıqda. Yəni mən də bura bacımla gəlmişəm, yaxşı ki, yoxsa pis olardım cidden. Əslində pis deyirəm, yenə mən sonraki üniversitəyə çıxıb gəlmişəm və yorğunam. Amma təbii ki, bu da konsertə kimidir və mən biraz bura alışana kimidir yorğunçuluqdan. Amma alışacağım, yəni məni bilirsiniz uşaqlar. Nəysə, istəyəm momentdə çox çəkməyəcəm, amma konsertdə sizinlə görüşmək üzərə. YouTube videoma salamlar deyim. Bu da Murat. Murat uşaqlar bizə söz verir. Buradan adamlar gəlir. Gel. Assalamualaikum Azərbaycan. Thank you. Dostlar, hal-hazırda One Republic konsertindəyik, amma hələ başlamayıb. Burada sizə ortamı göstərim. Və konsertdən sizin üçün təbii ki şəkillər çəkəcəm. Burada da qolbağan. Hər şey okeydir. Hər şey çox əladır, yəni super. Your average band lasts 4 years. This is how you know you. Burada qəmbər də var. Qəmbərin vəziyyəti gərgindir. Çata bilməyəcək deyə qorxuruq, amma inşallah çatarım. Lərində yüksək yerlərə layiq görülür. Bu ilin mart ayında isə İlk olaraq əsasdaydıq. Əsasda çox çəkiliş eləyə bilmədim. İndi gedirik Çapayeva. Bəzi uşaqlarımız Çapayevdə olacaq. Çünki 800-ə yaxın uşaq tezis verir. Bu da bizim komitə. Dünən konsertdə, bugün konferansda olan o evladı. Güclə dayanmışam da, inanın o qədər yorğunam. Səndə stol təşkil edilsin, çöldə oturmağa. İçəridə stol təşkil edilsin. İstəyirik uşaqlar. Dostlar, videomun sonuna gəldik. Ümidvaram ki, videomu bəyəndiniz. Sizinlə bir neçə günümü bölüşdüm. Universitet və universitet xarici işlərimi falan. Neysə, bu qədər. Mənim videoma like atmağı, yorum yazmağı və kanalıma abunə olmağı unutmayın. Belə çoxlu like gəlsə, bu videoların, vlogların daha maraqlı forması gələcək. Özünüzə yaxşı baxın, sağ olun. Now the world don't